İnşallah bu günlərim keçəcəyimiz dərs təyəmmümün şərtləri olacaq və onu müstəhəb edən amillər olacaq, səbəblər olacaq. Və ümumiyyətlə qardaşlar yadda saxlayın ki, deməli təyəmmüm edilir nə vaxt? Əndəl acizi anil isti'malil ma. Yəni sudan istifadə etməyə aciz olduğun halda. Yəni bir insan sudan istifadə etməyə acizdirsə, yəni bu acizliyin içərisinə nə girir? Bu acizliyin içərisinə suyun olmamağı və yaxud da ki, suyun istifadəsinin insan üçün zərərli olacağı. Yəni bu da hansı halda olur? Xəstəlik halında olur. Yəni insan xəstəlik və yaxud da ki, su yoxdursa, o zaman təyəmmüm edir. Və yaxud da ki, soyuğun şiddətindən, məsələn, soyuq o qədər şiddətlidir ki, əgər sən o su ilə dəstəmaz alası olsan və yaxud da ki, qusul alası olsan, xəstələnmə baş verəcək. Və bu səbəbdən dolayı da nə edirsən? Allah Taala'nın insanlar üçün göndərdiyi, hökm verdiyi bu rüxsətlərdən biridir ki, təyəmmüm edirsən. Və bu da İmran ibn Hüseyn radiyallahu anh hədisində varid olmuşdur ki, hansı ki hədisi Buxar Müslim rəvayət etmişdir. Buyurur ki, İmran ibn Hüseyn radiyallahu anh hədisində Allah Nəbisi sallallahu aleyhi ve sellem buyurur ki, "Aleykə bis-sa'idit tayyibi fe innehu yekfike." Yəni İmran ibn Hüseyn burada deməli gəlir deyir ki, yəni Allah Resulü sallallahu aleyhi ve sellem onun məclisə qatırmadığını görür. Yəni bunun səbəbini soruşduqda deyir ki, ya Resulullah, yəni mənə cənabət üz veribdi. Peyğəmbər sallallahu aleyhi ve sellem ona deyir ki, "Aleykə bis-sa'idit tayyib fe innehu yekfik." Və bu sənin üçün nədir? Bəs edər. Təmiz torpaqdan istifadə elə, yəni təyəmmüm qəsd edir burada. Bu sənin üçün kifayət eləyər. Və fikir verin qardaşlar, bizim keçdiyimiz bu iki dərs barəsində bir xatırlatma eləyim. Birincisi əqidədir, çünki insan əqidəsi ilə qiyamət günü sorğu-sual olacaq və cənnətə, cəhənnəmə girmək səbəblərindən biri də əqidəni öyrənməkdir. Cənnətə girmək səbəbi. Və ikinci keçdiyimiz fiqh məsələsi də insan yəni ibadətlərini bunun üzərində bina edir. Ona görə bu iki dərsi mütləq yaxşı öyrənin. Yəni mütləq yaxşı öyrənin. Allah üçün elə ki, bu dərsə ayırdığınız vaxt Allah üçün ayırdığınız vaxt. Allah bərəkətli etsin. Bəli. Deməli, təyəmmümün şərtləri qardaşlar. Təyəmmümün şərtlərindən birincisi niyyətdir. Və insanın niyyət etməsi və bu ümumiyyətlə bütün ibadətlərdə belədir. Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, "İnneməl a'malu bin-niyyət." İnneməl a'malu bin-niyyət və əməllər niyyətlərə görədir. İkinci şərti la ilahe illallah deməli təyəmmümün ikinci şərti İslamdır. Fələ yəsihhu minəl kafir li'annehu ibadə. Və müsəlman olmayan üçün onun təyəmmümü keçərli deyil. Yəni sən təyəmmüm olmaqdan sonra İslam şərti olmalıdır. Çünki bu ibadətdir. İndi burada bir sual ortaya çıxır ki, qardaşlar, dedik ki, bəzi ibadətlərdə yəni fikir vermişsiniz. Bundan qabaq ki, suyun hökmü məsələsində və digər məsələlərdə gəlib bu İslam şərti, düzdürmü? İslam şərti alimlər qoyur, deyir ki, çünki kafirlər müxatab deyirlər şəriətin əhkamları ilə. Kim deyər, kafirlər şəriətin əhkamları ilə müxatabdılar, yoxsa yox? Yəni bu nə deməkdir? Sənə Allah Taala əmr eləyir ki, namaz qıl və oruç tut, düzdürmü? Aqimus-salah və atuz-zəkə və digər əmrlər. Bunun yaxşı, bax, alimlər fikir verin, indi deyim inşallah. Alimlər bu barədə ixtilaf ediblər, qardaşlar. Diqqətlə qulaq asın. Barakallahu fikum. Bəzi alimlər deyirlər ki, kafirlər müxatab deyirlər. Yəni şəriətin əmr və qadağalarına müxatab deyirlər. Bu birinci görüş. İkinci görüş odur ki, bəzi alimlər deyirlər ki, qadağalara görə müxatabdılar, məsuliyyət daşıyırlar, əmrlərə görə yox. Və bəzi alimlər deyirlər ki, yox, müxatabdılar hər iki məsələdə də, əmr və qadağalarda da. Və burada bizə lazımdır ki,
tərcih olunan görüşü götürək ki, racih olan görüşü götürək ki, yəni Quran və sünnəyə daha yaxın olan görüş hansıdır? Ki onlar muxatablar yoxsa yox? Barakallahu fikum. Muxatab deyil deyənlər buyurur ki, deyirlər ki, qiyamət günü onların gətirdikləri əməllər yoxdur. Qiyamət günü onların gətirdikləri əməllər həbəən mənsura. Yəni onlar toz kimi olacaqlar. Yəni heç bir əməl onlara fayda verməyəcək və bu fayda verməyəcəksə deməli onlar müxatab deyirlər. Və Fussilat surəsində keçən zəkat ayəti var. Və bu zəkat ayətində də o dəlil gətirirlər ki, onlar zəkat vermirlər. Allah təala buyurur ki, onlar deyir o kafirlər ki, zəkat vermirlər, onlar axirətə inanmırlar. Yəni bu ayələri zahirini götürərək gətirirlər ki, kafirlər müxatab deyirlər. İndi burada yaxşı, müxatab görənlərin kafirlərə də o əmr qadağalar aiddir deyənlərin ən böyük dəlili və vallahi aləm, yəni haqqa daha yaxın olan da budur. Ən böyük dəlili hansıdır? Mə sələkəkum fi səqar. Sizi səqara salan nə idi? Allah təala soruşur onlardan. Cəhənnəm əhlinə xitab eləyir qiyamət günü. Onlar deyirlər ki, qalu ləm nəku minəl musallin. Biz namaz qılanlardan deyildik. Fikir verin. Yəni onlar həm qiyamət günü iman etmədiklərinə görə bu ona dəlildir. Çünki ayənin axırında da deyir ki, deməli, yəni qiyaməti də yalan sayırdıq. Axirət gündə yalan sayırdıq. Fikir verin, yəni bu imanın gərəkdirdikləri şeylərdəndir. Və həm də deyirlər ki, وَلَمْ نَكُ مِنَ الْمُسَلِّينَ və həmçinin yetimi də yedizdirmirdik. Fikir verin, yəni imanla yanaşı kafirdir, qiyamət günü dirilib. Niyə iman etmədin deyə əzab çəkir və onunla yanaşı da dünyadaykən tərk etdiyi namazlar, tərk etdiyi oruclar, tərk etdiyi zikirlər, bunlardan ötürü də nə edir? Əzab çəkəcək. Vallahi aləm, ona görə də haqqa daha yaxın olanıdır ki, kafirlər də bu əmirlərə müxatabdırlar. Və ondan ötürü də qiyamət günü nə edəcəklər? Əzab olunacaqlar. Allah qorusun. Bəli. Deməli, təyəmmümün qardaşlar, ikinci şərtidir ki, İslamdır. Üçüncü şərti isə ağıldır. Və alimlər buyurur ki, فَلَا يَسِحَّ مِنَّ غَيْرِ عَاقِلٍ كَالْمَجْنُونِ وَالْمُغْمَى عَلَيْهِ. Yəni, təyəmmümün şərtlərindən biri də nədir? İnsan ağıllı olmalıdır. Ağıllı olmalıdır. Dəlinin, yəni dəli olanların təyəmmümü keçərli deyil. Yəni, onlar dəli olduqlarına, çünki anlamırlar o təyəmmüm əslən nədir. Və dördüncü şərti isə ət-təmyiz. Yəni, deməli, təmiz seçmə, yəni ayırt etmə qabiliyyəti olmalıdır o insanın. فَلَا يَسُحَ مِنْ غَيْرِ مُمَيِّز. Və ayırt eləmə qabiliyyətində olmayanlara təyəmmüm keçərli deyil. Və bu da nə deməkdir? Ayırt etmə yaşı, xüsusən 7, 10, məsələn 12, hansı ki o namaz qılmağa Peyğəmbər sallallahu aleyhi və səlləm nə deyir? Ovladınız 7 yaşda çatında namaz əmr eləyin. 10 yaşda çatında vurun namaz qılmasa. Yəni fikir verin, o yaşa çatdısa artıq onun üçün təmiz yaşı, yəni ayırma yaşı sayılır. Və bundan aşağısı isə, bundan aşağı yaş üçün isə, məsələn uşağın 5 yaşı var, onun aldığı təyəmmüm keçərli deyil. Çünki əslən o təmiz yaşına çatmayıb. Barakallahu fikum. Bəli. Təyəmmümün 5-ci şərti qardaşlar, təəzzurul isti'malil mə. Sudan istifadə etmək üzürlü olduğu halda. Yəni üzürlü səbəbdən sudan istifadə etmək mümkünsüz olduğu halda. Yəni bu da nə deməkdir? Su tapmasa, suyun olmamağı şərtdir. Çünki su varsa, su olduğu halda təyəmmüm edirsənsə, təyəmmümün hökmü nədir? Batildir. Təyəmmümün hökmü batildir. Necə ki Allah Subhanahu va Taala Quran-Kərim Maidə surəsi 6-cı ayədə buyurur ki: "Fələm təcidu ma'an fətəyəmməmu sa'idən tayyiban." Əgər su tapmasanız, təmiz torpaqla
Teyemmüm alın. Fikir verin, burada Allah Taala şərt qoşur. Əgər su tapmasanız, su olduğu yerdə teyemmüm almaq nədir? Batildir. Və Peyğəmbər sallallahu aleyhi və səlləmin hədisidir. Buyurur ki, Allah Nəbisi sallallahu aleyhi və səlləm İnnəs-sa'idə tayyibə tahurul muslim. Təmiz torpaq müsəlmanın təmizləyicisidir. Və illəm təcidil mə aşara sinin. Hətta deyir 10 illərlə su tapmasa belə, 10 illərlə su tapmasa belə, su müsəlmanın təmizləyicisidir. Və deyir ki, hədisin davamında fəidə vəcədəl mə fəlyumissəhu bəşaratəhu fə innə zəlikə xayrun. Və deyir ki, kim də suyu tapsa neynəsin? Onunla öz bəşərətini yusun. Yəni bir mənada o deməkdir ki, yəni su ilə təmizlənsin. Bu onun üçün daha xeyirlidir. Hədisi Tirmizi rəvayət edib. Bəli, deməli, məsələn, Şeyx Rahimullah buyurur ki, əv li xanfihi darar bi isti'malihi. Həmən məsələyə gəlir inşallah. İmmə li məradin yuxşə ziyadətuhu əv təəxxuru şəfəuhu bi isti'mal mə. Yəni insan deməli özünə ziyan toxunacağından qorxur. Ola bilsin ki, xəstəliyindən dolayı, yəni xəstəliyi artacaq deyə qorxur və yaxud da ki, xəstəliyin şəfasının müddəti uzanacaq deyə qorxur. Yəni sən xəstəsən, məsəl üçün başını bağlamısan, bilirsən ki, o sənin üçün bir dəqiqə hal-hazırda çinmək və yaxud da ki, dəstəmaz almaq sənin üçün ziyan vurur. Və yaxud da ki, 5 günə sağalacaqdınsə, o qüsl alsan, 1 ay sağalmayacaqsan. Və bu halda teyemmüm almaq icazəlidir. Və hansı ki, Allah subhanahu wa ta'ala Quran-ı Kərimdə buyurur ki, və in kuntum mərda, əgər xəstə olsanız. Və həmçinin burada bir hədis var, qardaşlar. Yəni hansı ki, bu hamımıza bəllidir bu hədis. Buna deyirlər sahibi şəccəh. Sahibi şəccəh hədisi. Yəni bu nə deməkdir? Başı yarılmış sahabənin hədisi. Peyğəmbər sallallahu aleyhi ve sellem hansı ki, səfərdə olduqları zaman sahabələrlə bir yerdə bir sahabəyə deməli yara olur başında və bilmir neynəsin. Və soruşduqda digər sahabələrdən deyirlər ki, yox, mütləq çinməlisən. Cünub olduğun halda mütləq çinməlisən. Başqa yolu yoxdur. Və bu çimir və sonra elə bu həmən çinməyin nəticəsində dünyasını dəyişir, vəfat edir sahabə. Və xəbər Allah Rasulü sallallahu aleyhi ve sellem çatanda Allah Nəbisi sallallahu aleyhi ve sellem buyurur ki, qatəluhu, qatələhumullah. Subhanallah. Subhanallah. Qatəluhu, qatələhumullah. Allah deyir, onları öldürsün deyir. Onlar onu öldürdülər. Fikir verin. Həllə səəlu iz ləm ya'ləmu innəmə şifəul-iyyi əs-suəl. Deyir ki, onlar deyir, Allah Nəbisi sallallahu aleyhi ve sellem deyir ki, vallahi yəni bu yəni günümüzün bəlasıdır qardaşlar. İndi deyəcəm niyə görə. Allah Nəbisi buyurur ki, Allah onları öldürsün. Onlar deyir, onu öldürdülər. Deyir ki, bilmirlərsə deyir, niyə soruşmurlar? Onlar bilmirlərmi ki, İnnəmə şifəul-iyyi əs-suəl. Cahilliyin şəfası sual verməkdir, soruşmaqdır. Onlar bilmirlər bunu. Hədisi deməli Əbu Davud rəvayət edir. İbn Macə və s. Şeyx Albani həsənləşdirib. Fikir verin qardaşlar, günümüzdə elmsizcə fətva verənlər nə qədərdir qardaş? Qardaşlar, diqqətli olmaq lazımdır. Barakallahu fikum. Siz və ətrafınızda bu cür insanlar gördükdə onları Allahla qorxuzun. Allah Nəbisi sallallahu aleyhi ve sellem elə bir bəddua elədi ki, insanın sümüyü titrir qardaş. Elmsiz fətva vermək olmaz. Elmsiz Allahın dinindən danışmaq olmaz. Lal olmalısan qardaş. Lal olmalısan. Hətta alimlər deyir ki, bir insan bir şeyin dəlilini yəqinlə bilmədiyi halda doğrunu qəsd etsə belə yalan danışmış olur. Fikir verin.
Yəni ona görə din məsələsi o qədər həssas məsələdir ki, baxın bu günlərim subhanallah hər doktor dindən danışır, hər motorist dindən danışır, hər kartof soğan satan dindən danışır, alverçi dindən danışır. Amma bir dəfə görmüsünüzmü ki, hansısa alverçi xəstə sağaltmaqdan danışsın? Hansısa e, moykada işləyən, yəni bunu deməklə o sənədin yəsini və ya sənədi alçatmış olmuruq. Yəni onlar əlhəmdülillah halal yolla pul qazanır. Lakin bu vəziyyətin gərginliyini bildirmək istəyirəm. Barakallahu fikum. Görürsən ki, hamı dindən danışır, amma heç kim başqa sahələr haqqında danışmır. Və danışanda da sustururlar. Məsələn, kimsə görsəz ki, məsələn, mən, Bilal, mən küçədə kartof soğan satıram. Qabağıma çıxana deyirəm ki, filan xəstəliyin varsa get filan dərmanı iç, filan belə elə, elə elə. Deyərsən ki, qardaş, sən elə ağıllı bilirsənsə ev həkim olardın da. Düzdür, düzdür qardaşlar. Təsdiqləyin məni, barakallahu fikum. Amma bu günlərim subhanallah, baxırsan ki, dəlil bildi, bilmədi, bunun üçün fərqi yoxdur yəni. Sağa da, sola da döşür yəni. Nə gəldi danışır Allahın dinindən, qorxmur ki, bu qiyamət günü sorğusu alınacaq. Hər eşitdiyi şey yazan mələklər var. Hər danışdığı şey yazan mələklər var. Ağzından çıxan hər kəlməni qeyd edən mələklər var. Və sən qiyamət günü nə cavab verəcəksən Allaha? Hər kəs fətva verir, subhanallah. Sual versə hamı cavab verməyə can atır. Axı gözəl qardaşım, sən nə məcbur edir ki, sən cavab verməyə həris olursan? Məşhurlaşmaqmı? O məşhurluq ki, dünyada sənə izzət, qiyamət günü zəlillik gətirəcəksə, niyə o məşhurluq? Niyə Allahın dinindən danışırsan? Məhz sən Allahın o ayəsini eşitməmisənmi, gözəl qardaş? Allah Teala Quran-ı Kərimdə deyir ki, Allah Teala Rəbbim haram etdi, günahları sayır. Zina etmək və s. Və ayənin sonunda deyir ki, وَاَنْ تَقُولُوا عَلَى اللّٰهِ مَا لَا تَعْلَمُونَ. Allahın adından elmsiz danışmaq. Bu ayəni eşitməmisənmi, subhanallah? Araf surəsi 33-cü ayəsi. Müsəlman olaraq insanın ağzının yumulmasına, heç bir şeydən elmi olmadıqca danışmamasına bu şey kifayət eləmirmi? Bu ayə kifayət eləmirmi qiyamət ölənə qədər? İbn Qayyim rahimehullah bu ayə barəsində deyir ki, əziz qardaşlarım, İbn Qayyim rahimehullah deyir ki, şirkdən sonra bu şeyin zikr olunması dəlalət edir ki, şirkdən də böyük günahdır Allahın adından danışmaq. İnsan necə ola bilər ki, cahil olduğu halda və buna görə də bu günlərin fitnələr baş verir insanlar arasında. Mənim rəyim budur, mənim görüşüm budur, mənim filanım budur, mənim peşmanım budur. Sanki bazarda işləyir, meyvə tərəvəz satır. Subhanallah, yəni din bu qədərmi sənin üçün dəyərsizdir, qardaş? Əslində sənin dindən elmsiz danışmağın dini dəyərsizləşdirmək deməkdir. Dini ucaltmaq demək deyil. Çünki sələflərin arasında elə bir şey olmayıb ki, hər kəs dindən danışsın, qardaşlar. Sənin bugün susmağın Allahın sənə izzətləndirməyidir. Sənin danışmağın zəlillikdir. İbn Qayyim rahimehullah deyir ki, şirkdən də böyük günahdır Allahın adından elmsiz danışmaq. Çünki sən deyirsən ki, Allah bu barədə bu fətvanı verir. Allahdan qorxmuruq. Şirkdən böyük günah nə deməkdir? Alimlər izah eləyir. Deyir ki, şirkdən böyük günah nə deməkdir? Və fikir verin. Baxın, Allaha şərik qoşan insan, məsələn, gedir qəbrə ibadət edir. Düzdürmü, qardaşlar? Allah qorusun. Allah Teala bizə tövfik neməti üzərində sabit eləsin. Gedir Allahdan qeyrisinə ibadət eləyir. Allahdan qeyrisini Allahla tay tutur. Allahın qadir olduğu şeylərdə. Bu oldu şirk, düzdürmü? Allah Teala bunu həmən ayədə qeyd eləyir. Deyir ki, Allahın haqqında nazil etmədiyi, yəni bir dəlil endirmədiyi bir şeyə Allaha şərik qoşmaq, düzdürmü? Biri də var ki, insan yaxşı. Bunu bildi ki, Allahdan qeyrisinə ibadət edir. Qəbrə şirk qoşdu Allaha. Yaxşı, insan necə olur ki, Allahın adından fətva verir, hökm ki verir, Allahın adından danışır, o ondan da böyük günah olsun. Qardaşlar, bu o deməkdir ki, sən Allahın adından danışdığın müddətcə elmsiz şəkildə özün öz nəfsini ilahlaşdırmış olursan. Biri var Allahdan qeyrisini ilahlaşdırmaq,
Bir de var bunun en pik nöqtəsi. En pik nöqtəsi insan özü öz nəfsini Allaha şərik qoşmuş olur. Və ona görə İbn Qayyim deyir ki, bu şirkdən də böyük günahdır. Baxmayaraq o da şirkdir. Amma şirkdən böyük günahdır deyir. Ona görə diqqətli olmaq lazımdır. Barakallahu fikum. Necə ki sələflər deyərdilər ki, bilməyənlər sussaydılar, ixtilaf olmazdı. Və bu ixtilafların, bu alovlanmanın, bu pərən-pərən düşməyin, qardaşların parçalanmağın hamısının bunların yeganə səbəbi insanların bilərək, bilməyərək dindən danışmasıdır, qardaşlar. Kimə yaxınlaşsan fətva verir. Girsən məscidə sual versən 50 dənə alim peyda olur. Əvvəl belə deyil idi, qardaş. Əvvəl belə deyildi. Əvvəl həya var idi insanlarda. Əvvəl kimsə yanında sual verəndə deyirlər, qardaş, mənə niyə sual verirsən? Get elm tələbləri var. Və yaxud da deyirlər ki, qardaş, mən bilmirəm. Mənlik deyil. Amma indi subhanallah, kimə yaxınlaşsan hamı fətva verməyə hərisdir. Və sən bilmirsənmi ki, bu sual verən xəstə, suala cavab verən həkimdir. Misal üçün deyirəm. Sən səhv diaqnoz qoysan öləcək. Ona görə diqqətli olmaq lazımdır və Allahdan qorxmaq lazımdır, qardaşlar. Bizdən fəzilətlilər ağzında daş gəzdirirdi. Susurdular. Ki, qiyamət günü hətta sənin, hətta deyək ki, deyək ki, sən danışdığın şey haqdır, düzdürmü? Qiyamət günü sorusu alınacaqsan danışdığın şeylərdən, qardaş. Heç olmazsa sakit dur ki, sus ki, qiyamət günü heç olmazsa cənnət əhli olacaqsansa, sənin cənnətə giriş müddətin uzanmasın. Həsrət çəkməyəsən. Ona görə də barakallahu fikum, yəni həmişə Allah subhanahu ta'ala'nın o ayəsini xatırlamaq lazımdır, qardaşlar. Fəsəlu əhlə zikri in kuntum la ta'lemun. Bu ayəni yazın, yapışdırın evə. Girəndə də görün, çıxanda da görün. Girəndə də görün, çıxanda. Bugün görürsünüz, qardaşlar, bəzi qardaşlar və Allah hidayət versin, subhanallah. Yəni, məsələni çox uzatmaq istəmirəm, barakallahu fikum, yoruculuq olmasın. Bəzi qardaşlar var, elm tələbələrini bəyənmirlər. Hansı ki, illərdir bizə la ilahe illallah öyrədiblər, illərdir bizə tövhidi öyrədiblər. Bugün birimiz, yəni qardaşların kimlərsə saqqallıdır, kimlərsə isballıdır, kimlərsə məscid əhlidir. Bunların hamısını səbəb olaraq kim eləyib, qardaşlar? Kimin dəvətinin sayəsindədir? Səbəbi ilədir. O tələbələrin. Allah onlardan razı olsun. Bu günlərin bunun nəticəsidir ki, insanlar nə tər gəldi dindən danışırlar, hansı ki, nəticə də ortadadır. Tələbələri bəyənməmək, başqa şeylər və s. və ilaxır. Allahdan qorxmaq lazımdır. Bu şeylərdə ciddi olmaq lazımdır, qardaşlar. Allahın dinidir bu. Kimsə gördüsə, eləmirsinizsə, kimsə gördüsə ətrafınızda, yaxınlaşın, sadəcə ona deyin ki, qardaş, qiyamət günü danışından sorusu almayacaqsan, ha. Məsələnin doğrusunu bilmirsənsə sus. Dəlilini bilmirsənsə Allahın adından danışma. Və sən buna şahid oldun, dillənmədiysə qiyamət günü sən də şahid gətiriləcəksən. Allah Teala halımızı islah eləsin. Barakallahu fikum. Və sonuncu şərtimiz, qardaşlar, bunu da deyək, yekunlaşdıraq inşallah. Və deməli, biz dedik ki, Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, Allah onları öldürsün, onlar onu öldürdülər. Və deyir ki, bilmirlərsə niyə soruşmurlar? Bilmirlərmi ki, elmin, cəhalətin şəfası nədir? Deməli, cahillikdir. Və burada sahabədə nə var burada? İbrət odur ki, yəni, əgər səhhətinə ziyan dəyəcəksə və həlak olmaqdan qorxursansa, o zaman nə edirsən? Təəmmüm alırsan. Və həmçinin Amr ibn As radiyallahu anhunun başçılıq etdiyi bir döyüş var, qazva var. Zət-i Sələsil deyirlər buna. Zət-i Sələsil döyüşü. Hicrətin 8-ci ilində baş verib bu döyüş. İordaniya yaxınlığında, İordaniyanın cənubunda baş verib döyüşdür. Və burada da soyuğun şiddətindən deməli, sübh namazına sahabələrdən bəziləri təəmmüm almış halda namazı qılırdılar. Və bunda İmam Əhməd və Abu Davud rəvayət edibdir. Şeyx Albani bu əsəri səhihləşdiribdir. Və 6-cı şərti, qardaşlar, təəmmüm etdiyin torpağın nəcis olmaması, təəmmüm etdiyin torpağın təmiz olması. Yəni, bir torpaq görə bilərsən ki, o torpağın üzərinə nəcasət olan şeylərdən var. Məsələn, bovul ola bilər.
kimsə boğul eləyir və yaxud da ki, çölə çıxıb üzərinə, yəni o torpağın nahiyəsində təyammüm almaq doğru deyil. Yəni təyammüm almaq icazəli deyil. Çünki fikir verin, Allah Subhanahu taala Maidə surəsi 6-cı ayədə fətəyəmməmu sa'idən tayyibən, fikir verin, tayyibən, yəni təmiz torpaq şərti var. Təmiz torpaq. Mütləq aldığın torpaq nə olmalıdır? Nəcasətdən uzaq, təmiz torpaq olmalıdır. Bəli. Əgər təmiz torpaq tapılmasa, o zaman alimlər deyirlər ki, yəni insanın daşa sürtməsi, əlini və yaxud da ki toza sürtməsi icazəlidir. Çünki Allah Subhanahu taala ayədədir ki, "Fəttəqullaha məstəta'tum", Allahdan gücünüz çatan qədər qorxun. Allahdan gücünüz çatan qədər qorxun. Ümumən təyammümün şərtləri bu qədər idi. Doğrusunu Allah bilir. Subhanakallahumma və bihamdik, əşhədu an la ilahe illa ent, əstəğfiruka və etûbü ileyk.